Amma nikahın etibarsızlığında bu həmin müəyyən tərəflərə, eyni zamanda digər qurumlara da bu şamil olunur. Nikah yaşına çatmayan şəxslərə, yəni nikaha daxil olubsa, onlar etibarsızlığı ilə bağlı şəxslərin özləri iddia verə bilər, eyni zamanda onların qanuni nümayəndələri, valideynləri iddia verə bilər və yaxud da qayyumluq himayəçi orqanı iddia qaldıra bilər. Eyni zamanda əgər o nikaha daxil olma yaşına çatmayan şəxslər, yəni məsələn nikaha daxil olursa, amma sonradan onlar artıq nikah yaşına çatdırırsa, yəni 18 yaşına çatıb fəaliyyət qabiliyyəti əldə edirsə, onda yalnız özləri iddia qaldıra bilər. Yəni artıq digər şəxslərin o nikahın etibarsızlığı ilə bağlı iddia qaldırması mümkün deyil. Əgər nikahla bağlı tərəflərdən könüllü deyilsə, nikaha məcburiyyət formasında, aldatma ilə bağlı və yaxud da yanılma ilə bağlı, eyni zamanda nikaha daxil